Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah əziz dostlar, hər vaxtınız xeyir olsun. Bəhsimiz Rəcəb ayının dualarının şərhi barəsindədir. İnşallah biz bu günləri Ya mən ərcuhu likulli xayr cümləsini məna edəcəyik və bu cümləyə, bu sözə şərh verəcəyik. Ey bütün işlərdə ümid bəslədiyim varlıq və kəs. Buna deyərlər ümid mənzili. Yəni insanda bu ümid olmalıdır. İnsan nə qədər Allah təbarək və teala'ya ümid bəsləsə və ona hüsnü zənni çox olsa, bir o qədər Allahın rəhməti ona çox şamil olur, çox aid olur. Yəni bəndənin, deyək ki, o dəyəri rəhmətə qərq olmağı, onun Allah təbarək və teala'ya ümid bəsləyib və arxain olmağından irəli gəlir. Elə ona görə də qudsi hədisdə gəlib, Ənə, Allah təbarək və teala özü buyurur, qudsi hədis budur ki, yəni Allah təbarək və teala birbaşa buyurur, vəhidi sadəcə Qur'andan deyil də, Ənə ində zənni abdi bi. Mənə xoş güman edən bəndəmin yanındayam. Güman edən bəndəmin. Fəla yüzənnu bi illa xeyra. Mənə ancaq xoş, yaxşı gümanlar olsun. Bu önəmli məsələdir. Bəzən olur, Allah məni istəmir, Allah elədi bunu, ancaq mənfi şeylər düşünür. Bu, Allahın rəhmətindən uzaq düşməyə səbəb olar. İnsan daim xatırlayanda Allahı ümidlə Allahı xatırlamalıdır. Və hətta Həzrəti Musa əleyhissalama vəhiy edəndə Allah təbarək və teala buyurdu, Ma dəavtəni və rəcəvtəni fə inni ləki sami'. Nə qədər ki, sən məni çağırırsan və mənə ümid bəsləyirsən, bil ki, mən səni eşidirəm. Və hətta İmam Sadiq əleyhissalamdan hədis var. Deyir ki, məni çağıran vaxt İzə dəavtə fəəqbil bi qalbik. Dua edəndə bütün qəlbinlə yönəl. Və zunnə hacətükə bil bab. Elə bir ki, hacətin qapıdadır. Yəni, arxain ol ki, Allah verəcək. Təbii ki, biz istəyəndə, bilirsiniz də, ya bizim istəyimiz mənəvi istəkdir. Əgər mənəvi istəkdirsə, əl çəkməli deyilik. Və bilməliyik ki, əgər maddi istəkdirsə və xeyirdirsə, orada da Allahdan istəməliyik. Amma verməsə, bilməliyik ki, burada məsləhət var. Lakin israr harada etməliyik biz? Mənəvi məsələlərdə. Mənəvi məsələlərdə dua edəndə israr eləmək lazımdır. Əl çəkmək lazım deyil. Amma maddi məsələlərdə ola bilər, məsləhət olsun və Allah verməsin. Və digər hədislərdən də bu məsələ istifadə olunur ki, insan nə qədər Allaha çox ümid bəsləsə, o qədər şamil olur. Təbii ki, bu ümidin bir mənşəyi var. Nə üçün bəziləri həqiqətən Allaha ümidləri 100%'dir. Ümid, yəni nə? Məsələn, bəzən biz deyirik ki, mənim ümidim sənədir. Yəni ki, mən inanıram ki, bu sənin əlinlə bu iş görülə bilər. Bəziləri Allah təbarək və teala'ya bu cür ümid bəsləyirlər. 100%'dir bu ümid. Allaha əmindilər ki, Allah Teala bunların hacətini verəcək və bu müsibətdən, bəladan və digər məsələlərdən xilas edəcək. Zərrə qədər şəkləri, şübhələri olmur. Zərrə qədər İnnə mə'yə Rabbi səyəhdini. O vaxt ki, Həzrəti Musa aleyhissalamı və öz tərəfdarları ilə Bəni İsraildə getdilər və Firon bunların arxasında düşdü. Musa aleyhissalam nə deyir? Çoxları narahat oldular ki, Firon çatacaq, bizi öldürəcək. Amma Musa aleyhissalam çox rahat, aram şəkildə dedi, İnnə mə'yə Rabbi səyəhdini. Rəbbim mənimlədir, məni hidayət eləyəcək, mənə yol göstərəcək. Bu ümid, bütün peyğəmbərlərdə var idi, Allahın övliyalarında, möminlərdə, möminələrdə bu ümid var. Bunun mənşəyi var. Mənşəyi nədir? Allahı tanımaq. Onlar Allahı tanıyırlar. Bilirlər ki, bütün işlər onun əlindədir.
Onun icazəsi olmadan bir dənə yarpaq ağacdan belə düşə bilməz. Və onun icazəsi olmadan heç kəs heç nə edə bilməz. Heç nəfəs çəkə bilməz. Bütün aləmi idarə edən odur. Mütləq qüdrət sahibi odur. Əgər bu inanc insanda olsa, məlumdur ki, o varlığa ümidi 100% olacaq. Baxın, yenə də deyirəm, bu duanı oxuyanda bu cür oxumalıyıq. Mən ki deyirəm, ya mən ərcuhu li kulli xayr. Ey bütün işlərdə ümid bəslədiyim kəs, doğrudan beləyəm. Əgər bir xəstəm özüm xəstə olsam, ya yaxınım bir xəstə olsa, həqiqətən ümidim yalnız Allahdır. Yoxsa özümü aldadıram. Bu inanc məndə yoxdur. Biraz təhlükəyə düşən kimi kimisə ortada gedib vasitə görürəm. Əlbəttə, bu o demək deyil, biz həkimə getməyək və digər vasitələrdən istifadə etməyək. Bunlar lazımdır. Sadəcə bilməliyik ki, bütün bunlar Allahın iradəsi ilə həyata keçir. Yalnız ona ümid bəsləməyin mənası budur ki, onun əli ilə hər bir şey baş verə bilər. Və ona görə də Allah Təbarək və Teala Qurani Kərimdə buyurur, çünki mərifət var onlarda, o idrak var Allahın övliyalarında. Buyurur ki, İnnəmə yaxşəllahə min ibadihil uləmə. Allahdan onun alim bəndələri qorxur. O qorxu da onlarda var, ümid də onlarda var. Niyə? Çünki Allah Təbarək və Teala'nı olduğu kimi tanıyırlar. Elə düşünürəm, bu qədər bəs eləyər, Allahın izni ilə bu bəhsi davam elətdirər. Yenə də deyirəm, bu məsələ biz dualar ki oxuyuruq, təkcə bunda deyil. Bütün dualarda inşallah indi Şəban ayında oxuyacağıq, Ramazan ayında oxuyacağıq və hətta Qurani Kərimi də oxuyuruq. Biz düşünməliyik onların üzərində və bilməliyik ki, biz əgər istəyirik bu düşüncəyə sahib olaq, yalnız Allaha ümid bəsləyək, yalnız Allahdan qorxaq və yalnız ona sığınaq və bütün işlərdə onu görək və heç nədən narahat olmayaq, yeganə yolu budur ki, onu tanımalıyıq. Əgər təsəvvür edin ki, mən özüm araşdırma aparıram, görürəm ki, mənim yaşadığım yerdə bir dənə güclü bir şəxs var. Mənə də ziyan vurmaq istəyirlər. Mən o güclü şəxsdən aramı yaxşılaşdırıram və mərhəmətlidir və məni müdafiə edir, arxayın oluram bu şəxsə. Və narahat da olmuram. Niyə? Çünki deyirəm, məni müdafiə edəcək. Çünki onu tanıyıram, onun gücünə bələdəm. Biz də əgər istəyiriksə, narahat olmayaq, həyatımızın bütün anlarında yalnız Allah Təbarək və Teala'nı görək və heç zərrə qədər də olsun bizə narahatlıq yol verməsin. Yolu budur ki, onu tanımalıyıq. Ona görə Həzrəti Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmdən bir hədis var. Deyir ki, sizin aranızda Allahdan ən çox qorxan mənəm. Səbəb nədir? Səbəb budur ki, mən Allahı tanıyıram. Əgər biz Allahı tanısaq, bilsək ki, hər şey onun əlindədir, istədiyi işi görə bilər, onun icazəsi olmadan heç nə baş verməz. İnsanda həm qorxu olar yüksək dərəcədə, həm də ümid də olar. Hər ikisi insanda olar. Elə düşünürəm, bu qədər bəsdir. İnşallah növbəti verilişimizdə bunu davam elətdirərik. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.